Artıq qış fəslinin gəlməsinə az bir vaxt qalıb. Bu fəsildə aktual olan məsələlərdən biri də evlərin istilik təchizatıdır. Evlərin qızdırılmasında ən çox istifadə olunan istilik sistemi isə kombilərdir. Kombi sistemləri hər nə qədər effektiv olsa da insan həyatı üçün bir o qədər də risk və təhlükə daşıyır. Burada ən vacib məqam kombilərin düzgün yerdə və qaydalara uyğun şəkildə quraşdırılmasıdır. İstənilən bir qaz qurğusunun quraşdırıldığı otağın həcmi müəyyən olunur. Həmin otaqda havalandırma sisteminin müəyyən olunur və həmin qurğuların tüstü bacaları harda olacaq və hansı normativ tələblərə uyğun olmalıdır, bunlar müəyyən olunur. Həmçinin kombilərdə nəzərdə tutulur, misal üçün çox mənzilli yeni yaşayış binalarında, eyvan hissəsində nəzərdə tutulur, harda quraşdırılmasına icazə verilmir. Respublikada dediyimiz kimi qüvvədə olan qaydalara uyğun olaraq zirzəmi və yarım zirzəmi binalarda, obyektlərdə nəinki kombilərinin heç bir qaz qurğularının quraşdırılmasına, qaz xəttinin quraşdırılmasına icazə yoxdur. Təhlükəsizlik məsələləri üzrə ekspert Orxan Musayevin sözlərinə görə, kombilərdən təhlükəsiz istifadə onların düzgün yerdə və qaydalara uyğun şəkildə quraşdırılmasını yekunlaşmır. Həmin cihazların istismarına da nəzarət olunmalıdır. Hər hansısa bir dəm qazı sızması hallarından qorunmaq üçün mütəmadi olaraq profilaktik baxışlar həyata keçirilməlidir. Profilaktik baxışlar əsasında dəm qazı və təbii qaz sızmasından qorunmaq mümkündür. Belə ki, təbii qaz sızmasından da müxtəlif partlayış hadisələri baş verməkdədir. Təbii qaz sızmasından qorunmaq üçün mütləq təbii qaz detektorlarının quraşdırılması həyata keçirilməlidir. Belə ki, təbii qaz detektorları bilavasitə qaz sayğacına bağlanmaqla mənzildə quraşdırılır. Beləliklə, mənzildə təbii qaz sızması mövcud olarsa, detektor onu aşkarlayaraq evə qazın verilməsini dərhal dayandırır. Yaxşı olar ki, kombi istifadəçiləri bütün bunları nəzərə alsınlar və təhlükəsizliklərinə biganə qalmasınlar.